yanımda şəhid olan əsgər yoldaşımın son sözlərini buradan demək istəyirəm. Artıq ağır yaralanmışdı Daşaltıda. Şəhid Əhədli Balıqlan Şakiroğlu, Lənkəran şəhərindən. Dedi ki, onsuz da mən şəhid olacam. Anama atama deyərsən ki, oğlun şuurunda şəhid oldu. Yəni, bu sözləri dərk edib demək, mən düşünürəm ki, 18 yaşında xalqımızın necə cəsarətli, necə qəhrəman olduğunun bariz nümunəsidir. Bir söz var, deyirlər, müharibədə qorxmayan adam ya dəlidir, ya da yalan danışır. Düzdür. Bu hisslərdən də üstün olan hiss qisas hissidir. Mən düşünürəm ki, bu qisas hissi qorxu hissindən daha güclüdür. Biz torpaqlarımızı azad etməklə Azərbaycanımızın namusunu, qeyrətini və şərəfini bərpa etmişik. Sağ olasın. Çox sağ olun.